Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala Resulillahil amin ve alihi tayyibin tahirinel muntecebin. Əziz izləyicilərimiz, sizləri Quran-ı Kərimin dərslərində xoş gördük. İnşallah biz bu dərsimizdə qabaqki dərslər kimi sizlərə 3 hərfdən danışacağıq və bu hərflər ərəb əlifbasının sonuncu hərfləri hesab olunurlar. Bu 3 hərfin adı, yazılışı və oxunuşu ilə sizləri tanış edəcək inşallah. Bu 3 hərf hə, vav və yə hərfindən ibarətdir. Keçirik hərflərin yazılışına və oxunuşuna. Hə. Bu forma yazılır. Hə. Bu hə bizim Azərbaycan dilində olan hə kimidir. Eyni ilə həmin hə oxşayır. Yəni deyilişi o hədən fərqlənmir. Ərəb dilində hə hərfi var, bir hə hərfi var. Bu hə hərfi yəni yazılışı da fərqlidir, deyilişi də fərqlidir. Boğazın lap əvvəlindən, yəni səs tellərinin yarancılığından, başlanğıcından tələffüz olunan məxrəci, yəni ora təsadüf edir. Amma hə hərfinin isə məxrəci boğazın ortasına, yəni hulqumdadır hə hərfinin məxrəci. Bu hərflər tamam başqa hərflərdir və bunu da qeyd edim ki, əgər bu hərflər kəlmə, yəni Quran-ı Kərimi oxuyarkən, əgər hə hərfinə hə kimi tələffüz edərsinizsə, o zaman həmin kəlmənin mənası dəyişəcək və başqa bir mənaya gətirib çıxardacaq. Ona görə çox ehtiyatlı olmaq lazımdır bu hərfin məxrəcində. Hə hərfi, bu hərfin əvvəl yazılışı, orta yazılışı və axır yazılışı var. Yəni bu hərf həm özündən əvvələ qoşula bilir, həm özündən sonraya qoşula bilir. Bu hərfdə yazı baxımından, yəni müstəqil formada görürsünüz bir başqa formadır. Amma əvvəldə yazılanda bu forma yazılır. Yəni bu hərfin əvvəl yazılışı müstəqil forma yazılışından fərqlidir. O cümlədən bu hərfin orta yazılışı həm əvvəl yazılışdan və həm müstəqil yazılışdan tamamilə fərqlidir. Yəni bu hərfin belə deyək, 4 görüntüsü var. Bir müstəqil formalı görüntüsü var. Bir əvvəl, yəni kəlmənin əvvəlində bir başqa bir görüntüsü var. Kəlmənin ortasında bir başqa görüntüsü var və kəlmənin sonunda bir başqa bir görüntüsü var. Yəni bu hərflər belə deyək, hər dəfə bir formalı yazılanda sizləri çaşdırmasın və bu hərfin forma olaraq demək olar ki, eyni formaya malikdirlər. Sadəcə yazılışları biraz ortada, əvvəldə və axırda biraz fərqli olurlar. İnşallah biz keçirik bundan sonra gələn vav hərfinə. Deməli, biz, bu hərfi bir daha da izah edim, hə hərfinin müstəqil formalı yazılışı, hə hərfinin əvvəl yazılışı görürsünüz fərqlidir, orta yazılışı və axır yazılışı. Keçirik bu dərsimizdə olan ikinci hərf vav hərfinə. Biz bu hərf üzərində də gərək biraz qalaq, yəni danışaq və izah edək. Bu hərf Quran oxunarkən, yəni biz təcrübədə görürük ki, Quran oxunarkən ən çox səhvə yol verilən hərflərdən biridir. Niyə? Səbəb bundan ibarətdir ki, bu hərf bizim Azərbaycan dilində olan hərflərdən deyil. Yəni bizdə qiraət olunan, oxunan, deyilən və V hərfi diş alt dodaqlara dəyərək, yəni ərəbin F hərfi formasında. Yuxarı dişlər aşağı dodağa yapışaraq V hərfi deyilir. Amma ərəb dilində tam bunun əksidir. Vav. Bunu ə də yaza bilərdi. Amma mən oxunuş formasını deyirəm sizə. A formasında deyil. Sadəcə olaraq vav
orada ə keçir, amma dodaq qonça diftonq olur da burada belə deyək. Dodaq qonça şəkli olaraq deyilir. Yəni bizim v-dan fərqli olaraq ərəb vası diş dodaqlara toxunmadan dodaq qonça şəkli olaraq wow, bir dənə diqqət edin, wow şəklində bu formada tələffüz olunur. Wow hərfi iki formada yaz, yəni özündən sonraya qoşulmur. Diqqət edirsinizsə, bura mən işarə qoyuram. Wow hərfi özündən sonraya qoşulmur. Yalnız özündən əvvələ qoşula bilir. Mən bunu burada sonda yazıram, ortada heç yazmıram, boş qoyuram buranı. Wow hərfi sadəcə olaraq özündən əvvələ qoşula bilir. Özündən sonraya qoşula bilmir. Bu wow hərfinin xüsusiyyətlərindən biridir. Çox diqqətli olmaq lazımdır. Ərəb dilində, yəni Quran-ı Kərimin oxunuşunda gözəlliyi aradan aparan hərflərdən biri həmin vav hərfinin Azərbaycan dilində tələffüz olmasıdır. Yəni ərəbin o bütün o gözəl oxunuşun demək olar ki, alt üst edir. Bu çox əhəmiyyətli bir hərflərdəndir və ərəb qrammatikasında, təcvid elmində bu hərf, yəni vav hərfi xüsusi bir deyilişə malikdir. Hətta biz inşallah gələn təcvid dərslərimizdə, yuxarı mərhələlərdə bunu izah edərik inşallah qismət olarsa, vav hərfinə yanaşma da bir fərqlidir. Biz vav hərfinin bir xüsusi qayda qanunu var, ona lin adlı bir qaydadır ki, çox yumuşaq və çox zərif demək olar ki, vav hərfi deyilir. Yəni biz bu hərfə kəskin formada deyə bilmərik. Yəni Azərbaycan dilində olan v hərfi kəskindir. Ərəb dilində olan vav hərfi isə va çox yumuşaq və sərbəst formada deyilməlidir. Və sonraki hərf y hərfindən ibarətdir. Y hərfinin müstəqil forması belə yazılır. Bizim y-lar kimidir. Y hərfi. Y həm özündən sonraya, həm özündən əvvələ, həm də sona qoşula bilir. Mən bir izahı da burada bu hərfə çatanda vermək istəyirəm, əziz izləyicilərimiz. Çünki qabaqçı hərflərdə nun işarəsində, nun hərfində də mən bu izahı verdim ki, hansı hərflər nə ilə ayrılır bir-birləri ilə. Deməli, y hərfi də həmçinin nun hərfi kimi iki istiqamətdə, yəni iki yazılışda həmin, burada yenə qeyd edirəm, B hərfindən T, F və nun hərfindən. Deməli, biz ümumiyyətdə B, T, F, nun hərfi. Əvvəl formaları demək olar ki, eyni yazılırlar. Deməli, 5 dənə hərf var ki, bunlar iki istiqamətdə bir-birləri ilə tamamilə eyni yazılırlar. Həmin B hərfidir, T hərfidir, F hərfidir və nun hərfi. Ortada və əvvəldə gələndə bunları sadəcə olaraq nöqtələr ayırır. Amma qaldı bunların sonluqları bir-birləri ilə tamamilə fərqlidirlər. Yəni 3 hərf sonluğu eynidir, amma Y hərfi ilə nun hərfinin sonluğu tamamilə fərqli yazılırlar. İnşallah yəqin ki, bunlara da diqqət edərsiniz və bunları nəzərdən qaçırmarsınız Quran-ı Kərimi oxuyanda. İnşallah Allahın izni ilə. Biz bu hərflərin oxunuşun yenə sizlərə bir daha təkrarlayaq. Hə, vav və yə. Bu hərflərdə inşallah biz misalların yazaq, sizlərə təqdim edək. Bu hərflərin biz yazılışların sizlərə təqdim edirik. Hə hərfi,
Əvvəldə bu forma, ortada bu forma, axırda isə bu forma yazılır. Vav hərfi qoşulmur. Bunu, yəni əvvəli bu forma yazılır. Birləşmə forması da bu forma yazılır. Məsələn, biz bura bir hərf qoya bilərik. Nəv. Nəv. Birləşmə forması bu formadır. Yəni, özündən əvvələ birləşə bilir, sona birləşmir. Və yə hərfi əvvəl forması bu formadır, orta və axır forma. Üzr istəyirəm, T hərfi yazdım bura. Yə hərfi. Yə hərfinin də yazılış forması belədir. Və inşallah bu hərfləri təkrar edərək, yəni əvvəldən axıra kimi siz bu hərfləri bir vərəqə yazın və hərflərin adların yazmadan onları oxuyun. Əgər siz o hərfləri bizim dildə yazmadan, yəni o yazı olmadan onları oxuya bilirsinizsə, o zaman siz Qur'an-ı Kərimi daha yəni başqa dərslərə inşallah keçə bilərsiniz. Çünki əgər hərflərin oxunuşunda probleminiz olacaqsa, yəni hər hansı bir hərfdə şübhəniz olacaqsa, o Qur'an-ı Kərimi oxuyanda özünü göstərəcək. Yəni Quran oxuyanda siz daha çox şübhələrə və daha yəni çətinliklərlə üzləşəcəksiniz. İnşallah biz bu dərsimizdə sona çatdırdıq. Sizlərə uğurlar arzu edirik. Gələn dərslərdə görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لم يكن الذين كفروا من أهل الكتاب والمشركين منفكين حتى تأتيهم البينة رسول من الله يتلو صحفا مطهرة فيها كتب قيمة وما تفرق الذين أوتوا الكتاب إلا من بعد ما جاءتهم البينة وما ويقيموا الصلاة ويؤتوا الزكاة وذلك دين القيمة إن الذين كفروا من أهل الكتاب والمشركين في
في نار جهنم خالدين فيها أولئك هم شر البرية إن الذين آمنوا وعملوا الصالحات أولئك هم خير البرية جزاؤهم عند ربهم جنات عدن تجري من تحتها الأنهار خالدين فيها أبدا رضي الله عنهم ورضوا عنه ذلك لمن خشي ربه صدق الله العلي العظيم.